Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən müsabiqənin test imtahanı keçirilib. İmtahanı qeyri-hökumət təşkilatlarından nümayəndələri müşahidə edib. 70 və daha artıq bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Yazılı imtahanın keçiriləcəyi yer və tarix barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək. Bugün isə 50 vakant ştat vahidi üzrə növbəti sayca artıq 27-ci müsabiqənin keçirilməsini təmin edirik. Birinci tur mərhələsindəyik, test mərhələsində və əvvəlki illərdə olduğu kimi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə bu mərhələni keçirdirik. Bugün 321 namizəd birinci tur mərhələsində müvəffəqiyyət əldə etmək üçün öz qüvvəsini sınır və biz də Baş Prokurorluğun Müsabiqə Komissiyası adından onlara uğurlar arzu edirik.